mikrofonu ötürəsiz. Minnətdarlığımızı bildiririk. Həqiqətən Quba haqqında gözəl bir mahnı, Qubanın ağ alması səsləndi və verilişə elə ərmağan edilmişkən mikrofonu ödəyəsiz. Cəmilə qızımdan teşekkür edirəm, minnətdaram. Qubadır, sonrası da Cəmilədir. Teşekkür edirəm. Rəmiş müəllim, sizə belə bir ricam var. Ricam deyəndə ki, bizim bu verilişin elə prodüseri də var. Həm müğənni, həm öz prodüseri Gözəl Rauf bəydən də rica edək. Biz iş adamlarına deyəcəyik, biz tapşıracağıq, biz sponsor tapacağıq. Bizim istədiyimiz nədir? Xalqın istədiyi də odur. Sizdən artıq dərəcədə rica edirəm. Xalqın sizə ehtiyacı var. Bu yaxınlarda, yanvar da olmasa, mart üçün ya fevralın axırı üçün sizin üçün bir solo konsert təşkil eləmək lazımdır Rauf bəy. Mütləq, ya indi şəhərdəki konsertləri, konsert saraların biri ilə danışaq. Mütləq Rəmiş müəllim, böyük bir konsert, solo konsert, sizin bütün mahnıları, hamısını o konsertdə ifa edəsiniz. Tamaşaçılar da gəlsin, baxsın və həmin konserti satışa buraxmaq lazımdır hər evdə, hər maşında, hər obada qulaq asın. Konsertin başlanğıcında gərək Cəmilə oxusun. İnşallah. Müğənnilər dəvətli olacaq. Allah qismət eləsin. Əlbəttə, bu mənim öz fikrimdir və bunun üstündə də dururam. Bizim peşəmiz ancaq səhnədə ifa eləmək. Əlbəttə, bu işin yaradıcıları var, düzüb qoşanlar var. Mən rica edirəm, Rauf bəy, mikrofonu götür. Yox, hökumətimizin işçiləri də eləyər. Ürəkləri istəyər onu. İstəyir, bəli. Ona görə də biz müraciət edək ki, sən kimi bir gözəl insan lazım idi ki, mütləq, yazılı sürətdə ona desin ki, bunu belə eləmək lazımdır. Mütləq, sizə mütləq gecə keçmək. İnsan ömrü neçədir? Gələn 70 yaşım olacaq. Onu demək istəyirdim, sizin sonra peşman olurlar. 70 olmayacaq, yox. Sizin yubileyiniz münasibətilə bu yaxınlarda Space kanalında keçirildi sizin adı gününüz. Biz də qoşuluruq, ürəkdən təbrik edirik və inanın ki, sizin solo konsertinizi xalqın ehtiyacı var, bizim ehtiyacımız var. Mütləq bunu biz təşkil edəcəyik. Allah sizə can sağlığı versin, ay Cəmilə xanım. Uzağı fevral, marta qədər mütləq bunu eləyəcəyik. Ləzzətli olar, Allah mütləq eləyəcəyik. İnşallah söz verirəm bu verilişdən. Və verilişimiz çox davamlı keçir. Vahid müəllim bizim ekstra sensimizdir, bir nömrəli ekstra sens. Öz sözünüzü deyin, nə görürsünüz? Bax, Rəmiş müəllim yanınızda. Tanıdım onu da, gözəl oğlandı. Rəmiş müəllim haqqında nə deyə bilərsiniz? Qorki şəhərində onun xətrini hamı istəyir. Allah Rəmiş müəllim canını sağ eləsin. Doğrudan indi deyir 70 yaş heç 70 deyil. Rəmiş müəllimin yaşlı rəqəmləri dəyişir, özü dəyişirdir. Yox, 70 ola bilməz. Allah canını sağ eləsin. Bundan sonra uğurları irəlidədir. Yəni hələ irəlidədir, görürsünüz. Ekstra sens deyil. Tamahkir adamın üzü tez qırışır, saçı tez dökülür. Mənim dünya təmənnasında gözüm yox. Fikirdən. Gözəlsiniz deyənə, yəni ki, şuxsunuz deyənə. Çünki siz gözəl insansınız ona görə. İnsanlar həmişə daxilən, ruhan yaxşı olanda Allah vergisi olan insanlar saf olur, təmiz olur. Saf olur. Və onun elə saf da həyat yoldaşı var. Gülü xanıma da buradan salamlarımızı göndərdik. Gülü xanım elə buradadır. Öpürük, bağrımıza basırıq. Sizdə irəliləyişlər olacaq. Bir-birinizdən müğayət olun deyirik. Həyat çox qısadır. Mən xalqımızın, üzr istəyirəm, bütün dünya Azərbaycanlıları mənim xətrimi həmişə istəyib, çox istəyib. Siz özünüz də canlı şahidsiniz ki, Rusiyada mənim necəsilə. Bəli. Mən yetim, qapı döyməyi xoşlamıram. Yoxsa çoxdan mənə bu söz deyən hamısı verilmişdi. İnşallah. Bu işlərin hamısını biz buraxırıq Rauf həsrəsinin üzərinə bu işi götürəcək. Bu gərək sizin kimi təşkilatçıdır, bəli. Yaxşı bir Cəmilə xanımın belə dostları olsun ki. Mütləq. Onlar kiməsə də desin, onların yadına düşsün. Valla prezidentin yadına mən düşsəydim, çoxdan mən hamısını eləmişdi. İnşallah bunu da eləyən adam lazımdır və bu işi biz görəcəyik. Vahid müəllim dediyinə görə də hər şey düzələcək. Və verilişimizin Tərlan müəllim gəlsin, yoxsa Neymət? Elə sən Allah adamısan, sənin ürəyinə gəlibsə, Cəmilə, əmoğlunun ürəyinə gəlibsə, bəli, o da bizim ekstra sensimiz düz deyil. Və elə gecənin bu yerində mahnı ilə gəlsin. Neymət Xəzri var, yeni bir gənc oğlandı, oxuyandı. Xoş gələr. Neftçaladandır. Neymət Xəzri bizim gənc balaşqamızdır. Xoş gəldi. Mahnı ilə gəlsin, mahnımız gəlsin. Xoş gəlib, səfa gətirib. Mahnı gəlsin Neymətdən. Mən də qonaqlarınızı salamlayıram. Təşəkkür edirik, efirə qarşı duraq. Efir olmur. Mahnısı gəlsin Neymətin.
gizli deyil ki yox, o mənim yarımdır. Mənə hər şeydən çox ümidim varımdır. Heç kimdən utanmıram, bilməyənlər bilsin. Bu gizli deyil ki yox, o mənim yarımdır. O mənim yarımdır. Şeydən bezərəm, əl çəkərəm. Ölərəm, yadlara vermərəm səni. Bir canım var, istəyirsən onu al. Yetər ki həsrətimdə qoyma məni. Unutmaram, dəqiqələr ötür keçir. Yolunu gözləyirəm, tez gələsən. Unutmaram axın göz yaşlarımı, ki gəlib əllərinlə sən siləsən. Bu gizli deyil ki yox, o mənim yarımdır. Mənə hər şeydən çox ümidim varımdır. Heç kimdən utanmıram, bilməyənlər bilsin. Bu gizli deyil ki yox, o mənim yarımdır. O mənim yarımdır. Gecələr istəyirəm tez açıla. Səhər olsun yanına gəlməyənə. Bu fikir yatmayıram səhərə qədər. Nə var ki əlimdəysin əllərinə. Bilirəm sən də məni düşünürsən. Sevsən sən də məni mənim qədər. Deyirəm nə gözəl bir bu məhəbbət. Qoy deyim yayılsın hər yana xəbər. Bu gizli deyil ki yox, o mənim yarımdır. Mənə hər şeydən çox ümidim varımdır. Heç kimdən utanmıram, bilməyənlər bilsin. Bu gizli deyil ki yox, o mənim yarımdır. O mənim yarımdır. Sevgimizə hamı baxsın ki sevən sevdiyini sevər necə. Ona görə ölümdə olsa razıyam. Onsuz həsrət çəkirəm dərəcəsinə. Yarın adım ürəyimə yazılıb bir kərə. Vermərəm axı ürək mənimdir bilin. Nə qədər başa salım bitarələrə. Onsuz olmaz o tək mənimdir bilin. Bu gizli deyil ki yox, o mənim yarımdır. Mənə hər şeydən çox ümidim varımdır. Heç kimdən utanmıram, bilməyənlər bilsin. Bu gizli deyil ki yox, o mənim yarımdır. O mənim yarımdır. Teşekkür ederim. Maşallah ağzına sağlık türküler deyirək. Çok güzel. Buyurun əyləşin. Ortada istəyirsiniz oturun. Başka bir müğənnimiz de olacak. Hörmətli televiziya tamaşaçıları, programımız devam edir. Çok möhtəşəm bir program. Yenil programı. Ve bugünkü günde isterdim Rəmiş müəllimdən qəsəbəllər üçün eləmi? Əziz qəsəbəllər, biz mübarək olsun deyirik. Biz hiç zaman sizi unutmuruq. Ve sizler için de güzel bir program hazırlayıp
Əsəllənince balalaymoni. Nedince elle balalaymoni. Çok güzel. Buradan bütün qəsəbələri biz ürəkdən təbrik edirik. Yeni iliniz mübarək olsun. Bəli. Şalom İsrail'den başladık. Elle balalaymoni'den bitirdik. Bu da sizlerin yeni il hediyesi. Bəli. Rəmiş müəllim harda varsa toyların şahı, padşahı Rəmiş müəllimə. Bir rica edirəm, bir alqışlar gəlsin. İnanıram ki, herkes bu dəqiqə evdə oturup, burada bizim kameramanlarımız oynuyordular. İnanıram siz de evde oturup rəqs edirdiniz. Təki toylar olsun, təki Azərbaycan xalqına. Her zaman Allah Teala əmin amanlıq, toy büsat qismət eləsin və biz de orada olaq, elə değil mi Rəmiş müəllim? Başta siz, elə şey olur. Yukarı başta çalın. Teşekkür ederim. Siz hiçbir toy olmaz. Siz Azerbaycan'ı dünyaya tanıtmışsınız. Allah size Zeynep Xanlaravan ansamblında. Sizin Bayaq yenə dedim ki, sizin kimi həqiqətən. insanların sayesinde Teşekkür her ederim. bir sanatçıları, halkın musiki severleri, musikiçileri çok isteyende onda milletin hamısı başta istemeye. Teşekkür ederim. Başa düşen de Minnettarım. isteyir, düşmeyen de. Siz bayaq bir teşekkür ederim. Bayaq bir söz dediniz ki, məsəl üçün nazirlər, iş adamları, bəli. Allah hamısının canını sağ eləsin. Bütün nazirlərə də buradan minnətdarımızı bildiririk, salamımızı getiririk. İş adamlarına da. Amma əsas budur ki, Rəmiş müəllim. Musiqiçi, müğənni bizə, yəni demək istəyirəm ki, hər kəs öz övladlarının toyunda, öz qonumlarının toyunda yalnız musiqiçilərə, müğənnilərə müraciət edir. Ona görə də deyirik ki, nə qədər yuxarıda olursa olsun, yenə də hər kəsin işi show business'ten keçir. Hər kəsin işi musiqidə. Bəli. Ona görə deyirəm tək hər yerdə musiqi olsun. Çaylarımız gəldi, təzələndi. Ora bir dənə çay verin Rəmiş müəllimə. Çox rica edirəm, bu paxlavadan da ötürün. Bəli, verilişimizin bu yerində çox qızğın geçir, çox gözəl keçir. İstərdim Tərlan var, bir meyxanaçı Tərlan var. Gəlsin mi o da? Gəlsin. Bir müğənnidən bir meyxanaçıdan bir. Rəmiş müəllim bizim üçün gözəl mahnılar ifa edəcək. İsti çaylar. Gəlsin. Mən indi bizim Gülü xanıma da gözəl bir paxlava verəcəm. Baklava. Çok sağ olun. Mahnısı gəlsin. Gəlsin Tərlanın mahnısı. Sənə dünyam dedim, ürəksiz insan. Sən mənim dünyamı yıxıb gedirsən. Xoş deyib gülərdim sənlə hər zaman. Nə səbəb var indi çıxıb gedirsən. Sənə dünyam dedim, ürəksiz insan. Sən mənim dünyamı yıxıb gedirsən. Xoş deyib gülərdim sənlə hər zaman. Nə səbəbi var indi çıxıb gedirsən. Gedirsənsə peşman olub dönmə bir daha. İstəmirəm unut məni, sevmə bir daha. Gedirsənsə peşman olub dönmə bir daha. İstəmirəm unut məni, sevmə bir daha. Dönmə geri, dönmə geri, dönmə vəfasız. 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 Bilmezdim insafın yok imiş senin. Can verip yolunda kurbanın oldu.
tək dözərəm mən, tək başına ömr eləyib tək gəzərəm mən. Bu həsrətə, bu hicrana tək dözərəm mən, tək başına ömr eləyib tək gəzərəm mən. Dönmə geri, dönmə geri, dönmə vəfasız. 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 Niye dönməsin geri? Niye dönməsin geri deyirəm? Çox sağ olun. Yəqin kimdənsə incimirsən, deyirsən bir daha dönmə geri, ay vəfa. Ay vəfasızlar, geri dönün, sevgilinize qaydın deyirəm. Çünkü artık yeni il geldi. Elə bu bahəmdə gəlsin bir mahnı sevgililere ait, güzel bir mahnı gelsin. Rəmişdən gelir. Hoş geldin.
Əyləşən tamaşaçılar da bu dəqiqə bizi kimilə rəqs edirlər. Əfsuslar olsun ki, bu dəfə biz də sintezator götürmədik, amma gələn dəfə Rəmiş müəllim söz verirəm ki, ansambl təşkil edəcəyik sizə. Mən bu reklam fasiləsində müdiriyyətlə danışdım. Dedim ki, dedi, eşitdim konsert deyirsiniz ki, Bakıda konsert eləməyə. İcra hakimiyyəti ilə danışacaq. İnşallah Qubada da bu Novruz bayramına həsr olunmuş konsert bir dənə iminnoy sizin konsertinizdir. Yəni sizin solo konsertinizi Qubada da təşkil edəcək. Müdiriyyət dedi ki, mən onu təşkil edəcəm. Onda bütün musiqilərinizi, gözəl musiqilərinizi həsr edərsiniz inşallah. Bayaqdan qulaq asıram, bu gitaranın səsində oxuyan müğənni bizdə kim var? Allah rəhmət eləsin. Çünki mən bayaqdan musiqi çalınır. Niyə yox deyirsən o yuxarı zilləri? Mən elə burada eləyirəm, görürəm ki, çox yüksək. Eşq olsun. Zeynəb Xanlarova buradan Atəşin salamlarımızı göndərir. Həqiqətən deyirik ki, doğrudan da çox möhtəşəm bir səsdir ki, gitaranın o səsi ilə o musiqini götürmək çox mükəmməl bir şeydir. Allah canınızı sağ eləsin. Növbəti mahnılar da gələcək. Hələ bir gecəmiz, verilişimiz davam edir. İstədik Vahid müəllim bir-iki kəlmə bu yeni il haqqında desin ki, 2013-cü il hamımıza, ümumiyyətlə Azərbaycanı nələr gözləyir? Doğrudan qonaqlarımız da çox maraqlı, gənclər əsasını təşkil edir. Əlbəttə, gənclərə dəstək verməliyik biz də. Ruhlanacaqlar. Bəli, Rəmiş müəllimə baxıb, hamısı ruhlanır ki, sevinirlər ki, bugün sizlə bir yerdədirlər. Yəni, 2013-cü. Bəli, 2013-də. Ümumiyyətlə, bu 2013-cü ildə əyinbaşa fikir vermək lazımdır. Burada əsasən ağ-qara rəngli tonlara fikir vermək lazımdır. Yəni ki, qarışıq formada. Mənə elə gəlir ki, qara ilan üstə girib də, eləmi? Həm onunla bağlıdır. Bir sual verək, qara ilən nəyi sevmir o rəngi qeyməyək? Bilək də şimdi. Yox, bilirsiniz, burada tək sevməməkdən söhbət gedir. Ümumiyyətlə, rəqəmin özü ilə bağlıdır. 2013-cün rəqəminin özü ilə bağlıdır. Həm də ki, 6 rəqəmindən təşkil olunmuşdur deyənə bunların cəmi. Və burada ağ-qara rəngləri, iki rəngin qarışığı çox uğur gətirəcək. Saçın formasıdır. Yəni, kişilər bir balaca düz formada daramalıdır. Üzü, yəni ki, aşağı. Amma qadınlarda kupalı olsa başda daha əla olur. Falan da yığma. Yığma. Mən yığmışam, nə yuxarı yığma daha uğurlar gətirəcək. Sadəcə olaraq bir balaca zəhərlənmələrdən qorumaq lazımdır. Zəhərlənmədən qorumaq. Yeməyə yağma tipli, yəni ki, çuxurlardan gözləmək lazım ki, yəni ki, sürüşmələr zad olmasın. Bu qalan sahələr hamısı öz qaydasında gedəcək. Yəni deməzdim ki, 2013-cü il belə qarışıqlıq olacaq. Bəzi proqnozlar verirlər ki... Dava-davası olmayacaq, əminamanlıq olacaq. Ümumiyyətlə, əsasən əminamanlıq olacaq. İndi hər halda başqa dövlətlərdə gedən bu iqtisadi, siyasi böhranların bizə aidiyyəti yoxdur. Yəni ki, bizə əsas odur ki, Azərbaycanda əminamanlıq olacaq. Deməli, Rəmiş müəllimin sözü var. Sizin kimi insanlar dünyada tək-tək olur. Vanga rəhmətlikdə olub. Çoxları olub da. Bəli, Vangada çox deyil. Çoxları olub. Hərdən səndən uzaq milləti allatmaq istəyəndir uşaqlar çıxır meydana. Məsələn, biri Moskvadan çıxmışdı, bir ikisi burada var idi. Onlar tez yanıb, tez sönürlər. İndi bu ilandan qorunmaq, mən dənizdə çimmirəm ki, deyim ilan vuram. Bu ilan xasiyyətli insanlar var ha. Allah onlara bir insaf versin. Zəril eləməsin, Prost elə günə salsın ki, biz onların yadına düşməyək ki. Amin. Bizi çalmağa qəsdi göstərməsinlər. Amin, bu onu düz deyil. Siz Rəmiş müəllim, İran idi. Yəni, burada heç bir narahatçılığı səbəb yoxdur. Yəni, ilanın da öz rənglərinə uyğun olaraq və ilin özünün də öz təsiri var da burada. Yəni, ondan çəkinmək və narahat olmağa dəyməz. Yəni, ümumiyyətlə, hətta bu il 2013-cü ildə bu elmi təfəkkür deyilən bir şey var ki, yəni ki, orada daha güclü irəliləyişlər gedəcək. Yəni, müdrik insanlar, qeyri-adi müdrik insanlar ortaya çıxma, yəni ki, olmalıdır və gözlənilir. Şou biznesdə nə olacaq, nə yenilik? Bax, Cəmilə xanım, belə gözəl cavanlar, qabiliyyətli. Çox mədəni. Allah bunların gələcəyini gözəl eləməlidir. Niyə? Çünki indidən öz qabiliyyətlərini, mən gələndə bu sənətkardır da, başqa adam olsa deyə nəyimə lazım. Yoxsa böyük möhtərəmlə. Salam verdi bizə. Daş mənim instrumentimə kömək elədi. Bu onun böyüklüyü də elədi. Təşəkkür edirəm. Sağ ol. Mən onların o qabiliyyətinə görə belə oğlanlara özümü borclu sayıram ki, Allah qismət eləsin. Onların şad günündə, qapılarında iminlə pul qazanmağa getməyək. Prost gedək, biz də öz dostluq, qardaşlıq, böyük qardaş borcumuzdan çıxaq.
Amin. Ümumiyyətlə tək incəsənətdə yox, indi Show məlum məsələdir ki, biznesdə yenilik olacaq. show biznesdə də bir balaca dəyişikliklər çox gələcək. Yəni gənclər daha çox ortaya atılacaq. Başqa sahələrdə də Yaşlılar çörək yeməli müəyyən dəyişikliklər gözlənilir. Tək show biznes yox, başqa sahələrdə də dəyişikliklər gözlənilir. Yəni ki, hardasa əvvəli bir balaca Qanun bu çətin show və biznes- ortaya qeyri-adi. Qadın almış o biznes oxuyanlar hamısı qaçıb Türkiyəyə. Hərəsi də özünə bir ev tutub yalan deyilər ev alırıq. Türkiyədə çox olmuşam, orada ev almaq çox 15 milyon, 10 milyon pul tələb edilir. Çox çətindir. Amma 2000-3000-ə qalmaq olar. Mənə elə gəlir ki, onlar özü də gənclər üçün yol açır. Buradakı gənclər də inkişaf etməlidir. İnkişaf etməlidir. Olsun canım, teşekkür ederim. Güzel Bunlar məşhur olanda mən bunlardan xahiş edirəm. Türkiyədə də Qaşmin, Dubayda, Türkiyədə. Bunlardan uzaq ol. Azərbaycandan gözəl yer yoxdur. Rusiyaya da gedirik, Əslində Türkiyəyə hər gedirik. bir sənətkar Qurban öz olaq vətənində Azərbaycana. xidmət edirsə daha Bəli, yaxşı. Allah haqqı, mən Azərbaycansız qala bilmirəm. Elə gəldi, Azərbaycan gəl. Işığı yandı, ışığı.